Mənə hər şeyi bir-bir danışacaqsan. Bir-bir. Danışım da, əlimdə başqa kopyalar da var. Hardan bilirsən ki, yox da? Bütün şəkillər var ya əlimdə. Fidan hamısını bilirəm. Hətta bilirəm ki, sənin e-mail ünvanında bütün şəkillərin kopyaları var. Amma sən unutmuşsan qabağındakının kim olduğunu. Mən əlimdən gələn hər şeyi eləyəcəm. Başa düşdün? Hər şeyi eləyəcəm. Bir-bir danışacaqsan mən hamısını. Mən sevgimə, evliliyimə sahib çıxmaq istəyirəm. Tək istəyim budur. Evliliyi, hansı evlilikdən danışırsan? Hansı evlilikdən danışırsan? Evlilik qalıb, bizim evliliyimiz bitib, bir dəfəlik başa düş. Mən Nigarı sevirəm. Başa düşdün? Nigarı sevirəm. Bunun üçün də əlimdən gələn hər şeyi eləyəcəm. Sevmirsən, sən Nigarı sevmirsən. Başa düşsən, bu sevgi deyil, bu ani bir həvəsdir, geçici həvəsdir. Evin mənim yerimə bir dənə təzə oyuncaq almışsan. Fidan, bəsdir. Mən sənə deyirəm. Sən hər şeyi bir-bir mənə danışacaqsan. Mən də əlimdən gələni eləyəcəm ki, bu evlilik bitsin. Mən də Nigarla evlənim. Mən də eləyəcəm, baxarsan. Fidan, biz səninlə boşanmasaq, mən səni tutturacam. Hakim getdi, restorana baxdı, İlkinlə bir yerdə. Çox bəyəniblər, yeri gəlmişkən onu da deyim. Hə, bilirəm, Vəfa dedi. Hə. Mənim dostumun məkanıdır, çox gözəl yerdir, həddindən artıq. Ümidvaram ki, sizin də xoşunuza gələcək. Əlbəttə ki. Mən bağışlayın, mən vacib bir zəng eləməliyəm. Bunu zəhmət olmasa götürün. Bu nədir? Kiçik bir hədiyyə. Demək olar, Yox. kömək lazımdır, mütləq. Toy belə baxanda ağır işdir. Siz məni utandırırsınız. Çox sağ olun. Allah balalarımızı xoşbəxt eləsin. Biz də onlara görə çalışırıq. Ehtiyac yox idi. Hakim, sən ofisə gedirdin də. Ha. Elə yol üstü klinikada Leyla xanımı düşürdərsən. Yox, ehtiyac yoxdur. Mən özüm gedəcəm. Niyə narahat olursun belə? Aparır da yol üstü. Onsuz da klinika yolunun üstüdür də. Salam. Siz rahat çayınızı için gedərsiniz. İçin. Necə yəni Tural, nə danışırsan sən? Fidan, sən axırıncı dəfə deyirəm. Məndən boşanmasan tutturacam səni. Sən heç nəyi sübut eləyə bilməzsən. Mənim bu məsələ ilə heç bir əlaqəm yoxdur. Yaxşı. Deyirsən, heç bir əlaqən yoxdur, hə? Olsun. Adamı gətirin içəri. İndi görəcəyik, əlaqən var ya yoxdur. O qədər əmin idim ki, boynu almayacaqsın onları. Ona görə də bu adamı tapıb gətirdim bura. Ki, başqa çıxış yolun olmasın. İndi isə axırıncı dəfə soruşuram. Sabah gəlib məhkəmədə boşanırsan, yoxsa elə bu adamla bir yerdə həbsə girməyi seçirsən? Seçim sənindir.
Tural, bu məsələ ilə mənim heç bir əlaqəm yoxdur. Və hər şeyi Aysel elədi. Aysel planladı, o tapdı bu adamı. Yoxsa mən hardan tanıyıram, hardan tapacağam? Şəkillər də görmüsən də, telefona bütün şəkilləri Aysel göndərib. Yəni, necə istəyirsən sübut edeyim, mənim bu məsələ ilə heç bir əlaqəm yoxdur. Hakim, o qədər pula ehtiyac yox idi. Hər halda mənim də aman zaman bir övladım var. Səncə özüm onu düz qoş edib ər evinə yola sala bilməzdi. Sevil belə istədi, mən də elədim. Burada nə var ki? Yenə də lazım deyildi. Belə baxanda nə vaxtsa pul cəhətdən sıxıntım olanda onsuz da həmişə sənə demişəm. Bilirəm. Mən sənə həmişə bacardığım qədər kömək eləmişəm. Amma bu daha məsuliyyətli işdir. Bizim uşaqların xeyir işi gərək elə olsun ki, bütün şəhərdən səs soranı gəlsin. Həm də bizim ailədə birinci xeyir iş olacaq. Onu da bilirsən. Bu qədər böyütməyə ehtiyac yox idi bəlkə. Leyla, sən özgə adam deyilsən ki. Bunu sənlə rahat danışa bilərəm. Bilirsən, mən Ayselə yaxşı toy eləyə bilmədim. Məlum məsələlərə görə də. Amma ilkin oğlandı. Gərək onun toyunu eləyim ki, hər şey yüksək səviyyədə olsun. Mən Ayseli çox sevirəm, o öz yerində. Amma İlkin mənim nəslimin davamıdır. Ona görə istəyirəm ki, onun toyun sözün hər mənasında yüksək səviyyədə olsun. Bütün bunları başa düşürəm. Amma Sən məni həmişə yaxşı başa düşmüsən. Ona görə də yerim həmişə başqadır. Ona görə mənə bu qədər dəyərlisən, əzizsən. Hakim, hər şeyə görə çox sağ ol. Sağ ol. Sən mi? Hər şey üçün çox sağ ol. O fikirləşdi ki, bu məsələ yayılsa, biz qorxarıq, çəkinərik. Tural da boşanmaq fikrindən daşınar da. Sən bu qızdakı üzə bax. Hələ utanmadan hədəliyib də. Dəhşətdir, dəhşət. Bilmirəm. Tural dedi ki, həll eləyəcək. Amma mən də narahatam. Bilmirəm necə həll eləyəcək, neyniyəcək. Deyirəm, həqiqətən bəxtin gətirir. Olmazdı, elə olardı belə. Yadıma düşəndə tüklərim biz olur. Mən də o qədər çox qorxdum. Çox qorxdum Leyla. Deyirəm, cəmaatın dilinə bu da düşsəydi vəssalam. Onsuz da insanlar mövzu axtarır danışmağa. Yazıq Murad. Nə hala qalardı o? Onsuz da mənə nə olur, o da əzab çəkir. Axır vaxtlar da heç əsəbləri də qaydasında deyil. Dünən Vəfanın üstünə qışqırıb. Hə? Düzdür, sonra üzr istədi, barışdılar. Amma yenə də əsəbləri deməli qaydasında deyil ki, qışqırıb. Bu məsələ də ortalığa çıxsaydı, nə olardı bizim halımız? Murad necə tab gətirərdi buna? Deyirəm, işlər bitməyi bilmir ki. İşin içindən iş çıxır. Keçək otağa. Keçək.
Alo. Sevil xanım. Dediyinizi elədim. Yaxşı oldu, gətirirəm. Tural, nə olar bağışla məni. Qardaş, mənə də buraxın gedim. Məndə heç bir günah yoxdur. Nə deyiblər, onu demişəm. Ortağın da zəng gedir. Götür, cavab ver. Rahat danış, qeybət elə, hı? Narahat olma. Ha, bir də, mən sənə bir də xatırlatmayacağam. Sabah olursan məhkəmədə, boşanırsan. Yaxşı? İndi götür, rahat danış. Sonra da cəhənnəm ol, çıx otağımdan. Hə, Aysel. Sən kimsən də, hə? Sən kimsən? Mən barmağa doluyursan, hə? Sən nənəmdə mənə cavab ver. Məndən istifadə eləmək istəyirdin sən? Aysel, vaxtım yoxdur, sonra danışarıq. Onsuz da 1 saatlıq Turala hesabat verəm. Sənə hesabat verəsə halım yoxdur. Nə? Turalla nə danışmısan? Yəqin ki, deməmsən də mənim haqda heç nə danışmamısan, hə? Fidan, eşidirsən sən nənəm? Cavab ver! Aysel, dedim ki, vaxtım yoxdur, sonra danışarıq. Sibil! Deməli belə. Bir, iki, köşkü telefonu. Zamanıya bax ya. İnsan necə təəccübləndirir. Bu telefonlar. Qulaq asaq görək nə danışırlar. Hakim, o qədər pula ehtiyacım var. Hər halda mənim də aman zaman necə övladım var. Səncə özüm onu diskoş edib ər-edinə yola sala bilməzdi. Sevil belə istədi, mən də elədim. Burada nə var ki? Yenə də lazım deyildi. Belə baxanda nə vaxtsa pul cəhətdən sıxıntım olanda onsuz da həmişə sənə demişəm. Ya, mən sənə həmişə bacardığım qədər kömək eləmişəm. Amma bu daha məsuliyyətli işdir. Bizim uşaqların xeyir işi gərək elə olsun ki, bütün şəhərdən səs sorağı gəlsin. Həm də bizim ailədə birinci xeyir işi olacaq. Onu da bilirsən. Bu qədər böyütməyə ehtiyac yox idi bəlkə. Leyla, sən özgə adam deyilsən ki, bunu sənlə rahat danışa bilərəm. Bilirsən, mən Ayselə yaxşı toy eləyə bilmədim. Məlum məsələlərə görə də. Amma ilkin oğlandır. Gərək onun toyunu eləyim ki, hər şey yüksək səviyyədə olsun. Mən Ayseli çox sevirəm, o öz yerində. Amma ilkin mənim nəslimin davamıdır. Ona görə istəyirəm ki, onun toyunu sözün hər mənasında yüksək səviyyədə olsun. Bütün bunları başa düşürəm. Amma Sən məni həmişə yaxşı başa düşmüsən. Ona görə də yerim həmişə başqadır. Ona görə mənə bu qədər dəyərliysən, əzizsən. hər şeyə görə çox sağ ol. Sağ ol. Sən də hər şey üçün çox sağ ol.
deməli? İllərdir bu münasibət var. Mən indi bilmişəm. Bəlkə də Aysel də bilirmiş. Yazıq qız. Eybi yox. Mən bilərəm nə edirəm. Yox. Hiss elətdirmək olmaz. Qoy bilməsinlər ki, mən bilmişəm. Eybi yox, hakim. Sən görərsən. Nə lazımdır? Nəyə zəng vurmusan yenə? Qulaq as mənə, biz səninlə təcili görüşməliyik. Deyirəm də, sən mənsiz darıxırsan. Amma zürü sayda bu dəfə alınmayacaq. İşlərim həddindən artıq çoxdur. Sənə ayırmağa vaxtım yoxdur. Neyiniyim? Sənsiz qala bilmirəm də. Səni o qədər çox istəyirəm ki, dəhşət. Sənsiz qala bilmirəm. Mənə bax, biraz ciddi olaq. Deyirəm, təcili görüşmək lazımdır. Vacib işim var sənə. Başa düşmədim, nə olub? Nigarla bağlı məsələdir? Yox, anar, yox. Bu dəfə Nigarla bağlı deyil. Bu dəfə Aysellə bağlıdır. Ona görə deyirəm ki, təcili gəlməlisən, danışmalıyıq. Aysel? Hə, Aysel. Harada görüşək? Buyur Aysel, eşidirəm səni. Niyə susursan, eşidirəm. Səni təbrik eləmək istəyirəm. Uğurların çoxdur. Xəbərlərdə gördük, klinikaya da ortaq olmusan. Heç imkan olmamışdı səni təbrik eləyim. Uğurların bol olsun. Çox sağ ol Aysel, çox sağ ol. Bu mənim işimdir, mən işimi görürüm. Yaxşı, keçək sənə. Aysel, necə də təzə işə başlamısan, yoxsa həvəskar olaraq fotoqraf kimi çalışırsan, hə? Bir də biz də bilək ki, sənin işin nədir? Ümumiyyətlə, sən nə etmək istəyirsən? Bax, bilirəm sən mənə əsəbisən, amma bilmədiyin şeylər var. Hamısını eləyən o Fidandır. O məni aldatdı. Mənə dedi ki, vəziyyətim pisdir, ayrılsam məni heç nəsiz qoyacaq, mənə kömək elə. Əgər onun xəyanətini sübut eləyə bilsəm, məhkəmədə mənə asan da olacaq. Mən də bir qadın kimi onu başa düşdüm, kömək eləməyə çalışdım. Amma onun məqsədini hardan bilərdim? Hamısını o Fidan elədi. Yəni, təsəvvür edirsən, o məni allatdı, məni. Göründə necə hiləgər qadındır. Aysel, bu danışdıqların nə qədər həqiqət də olsa, elədiyin hərəkətlər nə qədər şərəfsiz, alçaq hərəkət olduğunu fərqindəsən? Hə? Nigarə elədiklərin. Yaxşı, Nigarı qoyaq qırağa. Sən fikirləşmirsən ki, uşağı dora qatırsan, Muradı. Sənə belə bir sual verim.
Səninlə şəxsi prinsipi olan biri sənin evladını o söhbətə qatsa xoşuna gələr? Hə? Yoxsa isə sən əvəzinə mən cavab verim. Əlbəttə ki, gəlməz. Nigarı qoyduq bir qırağa. Bəs Murad? Axı Murad ən azından sənin sevdiyin kişinin oğludur. Tural, bax yenə deyirəm. Qızımın canına and olsun ki, mənim günahım yoxdur. Fidan elədi hər şeyi. O ifritə Fidan. Aldatdı məni. Mən bilmirdim o məqsədi belədir. Bilmirdim. Sonra gördüm ki, sən də bir plan qurub. Sizin bir yerdə olmağınızı ən çox mən istəyirəm. Çünki əgər siz evlənsəz Nigarla, Anar ondan əl çəkəcək. Mən də xoşbəxt yaşayacağam. Bax, Tural, xahiş eləyirəm səndən. Anara heç nə demə. Çox xahiş eləyirəm. Yəni, o məni məhv eləyər. O mənim yanıma bir də qayıtmaz. Xahiş eləyirəm, yalvarıram. Xahiş eləyirəm, heç nə demə. Çox xahiş eləyirəm. Asıl sən burada nə edirsən? Ha? Heç Turalı gördüm. Dedim, bir salamlaşım. Nəsə, mən gedim. Sağ olun. Hələlik. Nə danışırdınız burada mən gələnəcən? Dedi axı, elə belə Allah bal tuturduq. Ha, əlbəttə. Baxma da, siz köhnə tanışdarsınız axı. Digər mühasisə ilə bağlı nə deyəcəkdim mən, eşitərəm səni. Ha. Anar bax, bilirsən, mən Ayseli çoxdan tanıyıram. 10-20 yaş olanma. Aysel səni çox sevir. Aysel sənə görə hər şey verməyə hazırdır. Əlindən gələn hər şeydir ki, səni itirməsin. Çalış sən də onu itirmə. Sən onun üçün bir dünyasın. Səni itirsə elə bir ki, dünyasını itirəcək. Bura bax. Yəni mən o qədər axmaq deyiləm də. Bunları demək üçün məni bura çağırdığıma inanın. Yəqin ki, sən də belə düşünmürsən də. Hı? De görüm Aysel nə edib, mövzu nədir? Tez ol. Nə yiyəcək, heç mi? Tural, mənə nömrə gəlmə də burada. Anar, mən sən deyiləm. Mən özündən səhv saldım. İnan ki, mən olmadığıma görə o qədər sevinirəm ki. Sən bilirsən ki, mən Nigardan əl çəkməyəcəm. Bunu axır əvvəl başa düşdüm. İndi də Ayseli tərəfləyirsən mi? Hı? Qıraqdan baxırsan, əsmə nə qədər gülməli görünürsən. Elə bir uşaq bağçasındasan. Ha? Bu dəfə keçməli Tural bəy. Keçmədi. Deyəsən, hə? Necəsən oğlum? Allah, sən necəsən oğlum? Yaxşı. Yaxşı. Vəfa ilə problemimizi də həll eləmişik. Vəfa çox yaxşıdır, şükür Allaha. Düzəlib. Ata da deyir ki, yaxşı şallıq ev tapıb, birazdan gedəcək baxmalı. Yaxşı eləyirsiniz. Gedin baxın. Əlbəttə. Deyəsən, nəsə çox yaxşı yer tapıb, istəyir toyumuz çox samballı keçsin. Çünki mən tapdığım yerlərin heç birini bəyənmir, restoranlar. Görək də, yaxşı olar inşallah. Əlbəttə, başqa cür ola da bilməz. Amma çox sevinirəm, həqiqətən. Çox xoşbəxtəm. Axır ki deyəsən, hər şey yoluna düşür. Şükür. İlkin, Hacı, qız o vaxtı tez-tez fikrini dəyişirdi. Gah elə olurdu, gah belə.
Səbəbini bildin? Düzün desəm ana, çox çalışdım öyrənim səbəbini, amma tapa bilmədim. Amma belə psixoloqun yanına aparandan sonra başa düşdüm ki, yəni ciddi bir şey yoxdur da. Psixoloq dedi, yəni bu normal bir şeydir. Evlənməmişdən qabaq xanımlarda belə bir şey ola bilər. Həm də nəzərə alsaq ki, bu xaricə getmək istəyirdi də. Yəni bunun arzusu, istəyi xaricdə oxumaq idi, orada yaşamaq idi. Bunu da mənə deyə bilmirdi. Yəqin ürəyinə salırmış, ona görə də biraz belə halı pis olurmuş. Ola bilər. Tək el olsun oğlum, tək el olsun. Hə, ana, başqa nə olacaq? Narahat olma. Hər şey çox yaxşıdır. Hə, belə. Yaxşı ana, mən getməliyəm. Sonra danışarıq. Özünə yaxşı bax. Hələ. Sən bəlkə qız nəsə bilirmiş. Ona görə özün belə aparırmış. Görüşməliyəm onunla. İkilikdə. Görüşəcəyim. Mütləq. Nə var? Nə çağırmısan yenə? Sən nə düşünürsən? Sən elədiklərin cavabsız qalacaq. Buna görə mənə cavab verəcəksən. Eşitdin, cavab verəcəksən. Sözün canı denəndə Sən kimsən? Sən kimsən də mənə yalan danışasan, məni aldadasan? Gəldin dedin, Aysel mənə kömək elə, problemim var, mən də sənə kömək elədim. Amma sən deməsən plan qurmusan, hə? Hə Fidan? bəs sən nə bilmişdin Aysel? Elə bildin ki, səndən iş birliyi eləyəcəm. Bu həyatda heç kim məni yoxa saya bilməz. Amma sən məni yoxa saydın. Neynədin? Ərimin o qadına aşiq olmağına kömək elədin, hə? İmkan yaratdın. Sənə elə bir dərs verdim ki, ömrü boyu mən Fidanı xatırlayasan. Sən mənim bu həyatda gördüyüm ən qorxunc qadınsan, Fidan. Ümid edirəm Tural tez səndən boşanar. Belə manyakla kim yaşaya bilər ki? Onu qınamıram. Mənə manyak deyənə bax, sən deyil idin Nigarla bir yerdə öz canına qəsd eləmək istəyən? Fidan, dediklərimi yadında yaxşı saxla. Qudurma, yadından çıxartma ki, mən Nigar deyiləm, mən Ayseləm. Səni bu yer üzündən elə silərəm ki, xəbərim olmaz. Yaxşı? Yadında saxla. Gel Murat, gel. Ama sen maşını başka bir adam getirdi. Dedi ki otelde qalıb. Hə. Kongresə gedəndə maşınım xarab olmuşdu. Orada qalmışdı. Nigar, başa düşmədim. Nə otel məsələsidir bu? Yaxşı, bəs maşın xarab olmuşsa, sən necə qayıtmısan? Tural yaxında idi, o gətirdi məni. Hə? Atımı niyə zəng eləmədin? Oturalla gəldin. Nigar, mənə zəng vura bilərdin də, ha? Turala mən zəng eləməmişəm. Ümumiyyətlə, mən sənə niyə hesabat verməliyəm ki? Əsas odur ki, mənə kömək elədi, problemim həll olundu. Əsas bu deyil, oğlum. Yaxşı, neysə, mən getdim. Görüşəlim oğlum. Ne oldu bir de Turan'la görüşmeyeceydin, danışmayacaktın. Ne oldu? Murat, xahiş eləyirəm, bəsdir. Ana, o adam boşanandan sonra ona danışmağa başlamışsan. Niye bana her şeyi gizlədirsən? Oğlum, bilməli olduğun bir şey olsa mən sənə onu deyərəm. Yaxşı?
Bəs mənim bilməli olduğum nəsə var? Yox, heç nə yoxdur. Dəqiq. Dərslərini eləmədiyini bilməyim lazım deyildi səncə? O dəqiqə xəbərləyiblər. Mənə bax, müəlliməyə söz vermişəm. Dedim ki, ən qısa vaxtda dərslərini öyrənib sınaqlara təhvil verəcəksən. Ümid eləyirəm məni utandırmazsan. Eşidirəm, Tural. Alo, Nigar necəsən? Nəsə səsin bir təhər gəlir, yaxşısansan? Gərginəm biraz. Çox sağ ol, maşını gətirdilər. Dəyməz Nigar, dəyməz. Nigar, səninlə təcili görüşmək lazımdır. Bütün bu olanlarla bağlı danışmaq istəyirəm. Tural, açığı indi heç yaxşı deyiləm. Başqa vaxt gəlsəm olar. Evdən heç çıxmaq istəmirəm. Nigar, vallah başa düşürəm səni. Vacib olmasaydı səni narahat eləməzdim. Bu məsələlərlə bağlı öyrəndiyim bəzi şeylər var. İstəyirəm sən də biləsən. Yaxşı, amma evə tez qayıtmalıyım. Yaxşı? Yaxşı, necə istəyirsən. Onda ünvanı göndərirəm sənə, gəl. Yaxşı, görüşək. Tural, Aysel niyə buradadır? Nigar, Ayseli mən çağırmışam. Sənə deyiləsi sözləri var. Əyləş. Əyləş. Nigar. Başa düşdüm. Bu işin içində deməli sən də varsan. Nigar, xahiş edirəm mənə qulaq asasan. Bu hamısı Fidanın planıdır. O məni aldatdı. Aldatıldın? İnana bilmirəm. Amma çox pis oldum. Çox. Mən istirdim ki, Tural'la Fidan ayrılsın. O məndən kömək istədi. Aləm dəydi bir-birinə. Mənə tələ qurdu. Aysel, sən bunları mənə danışdığına görə, hələ bir üzr də istədiyinə görə 100% sənin başqa dərdin var. Mən səni yaxşı tanıyıram. Nigar, xahiş edirəm, onlara heç nə demədə. Çox xahiş edirəm. Bax, nə lazımdırsa eləyərəm. Lap lazımdırsa Pitserə gedərəm, məhkəmədə iştirak eləyərəm. Başa salaram ki, baş verənlər plandır. Amma xahiş edirəm. Onlara demə, məni bağışla. Sən bağışlanmaq istəmirsən, Aysel. Sən sadəcə onlar bunları bilməsin, eşitməsin deyə bunları məcbur qalıb mənə deyirsən. Tural sənə nə dedi? Dedi ki, məndən üzr istəsən, onlara heç nə deməyəcəm. Hə, Tural? Yox, Nigar, mən elə şey deməmişəm. Aysel mənə anar haqqında deyəndə dedim, yox, mən qarışmayacağım. Nigarla özünüz ikiniz həll edin, yəni mən bu işə qarışmıyorum. Nigar, bax, səni bezdirməyəcəm, əl çəkəcəm səndən. Rahat yaşayacaqsan, söz verirəm sənə. Bir də heç vaxt görüşməyəcəyik, amma xahiş edirəm. Çox xahiş edirəm, Nigar. Məni bağışla. Mən bu həyata səni bağışlamaq üçün gəlmişəm, Aysel. Neçənci dəfədir bu? Sənə görə başıma gəlməyən qalmadı, bəsdir də. Sən anarı itirməyəsən deyə həyatımızı istədiyin kimi dəyişə bilməzsən. Başa düşürsən bunu? Yorulmuşam sənin qara əməllərindən. Nigar, sən onlara desən, uşağı əlimdən alacaq. Mən Zəhrasız yaşaya bilmərəm. Çox xahiş edirəm. Yalvarıram, heç nə demə ona. Məni məhv eləyər o. Sən qızını fikirləşirsən? Kaş ki bunları eləyəndə mənim də oğlum olduğunu unutmayaydın. Kaş ki mənim də ana olduğumu unutmayaydın, Aysel. Bəsdir də. Eşitmək istəməmişdim. Nigar, xahiş edirəm. Nigar, bax, eşitmək istəməmişdim. Aysel, bəsdir. Aysel, bəsdir. Tural, bəlkə sən deyəsən. Qalx, Aysel.
Yalvarıram sənə. Yox, Aysel, xahiş edirəm. Gəl Aysel. Qalx. Gəl. Gəl Aysel. Axşamınız xeyir. Xeyr. Buyurun, buyurun əyləşin. Mən Yox, sizin kim olduğunuzu çox yaxşı bilirəm, Fidan xanım. Mənə zəng vuranda bilirdim kimdən danışıram. Çay içirsiniz ya başqa nəsə istəyirsiniz? içirəm.